Deməli, y bərabərdir kosinus x funksiyasının xassələrinə baxaq. Təyin oblastı, yəni DF, mənfi sonsuzluqdan müsbət sonsuzluqadır. Yəni, kosinusla sinus kimi bütün həqiqi oxudakı qiymətləri ala bilər. Amma qiymətlər oblastı burada mənfi 1-lə 1 arasında qiymət ala bilər. Sinus kimi. Sinus necə qiymətlərdə mənfi 1 alırdı, təyində də mənfi sonsuzluqdan müsbət sonsuzluğa idi. Yəni, bütün həqiqə də toxunda bütün qiymətləri ala bilər. Amma qiymətlər oblastı məhduddur. Mənfi 1 parçasını ala bilər. Bunun sıfırları. Biz bayaqlar cədvəldə deyəndə yadına düşürsə, cədvəldə dedik ki, kosinus funksiyası harda sıfır alır? Pi böl 2-də, yəni 90-da. Ona görə bunun sıfırları pi böl 2 üstəgəl pi k-dır. Buradakı k nə ifadə edir? K tutaq ki 1-dir. K 1 olanda bu nə olur? Pi böl 2 üstəgəl pi. 90-ın üstə 180 gəlir 270 edir də, düzdürmü? 270-də də deməli bu sıfır olur da. Yəni, çətin bir şey deyil. Sadəcə bilsən ki, 90-da kosinus 0 alır, deməli 270-də də alır. Biz bunu bu şəkildə işarə edirik. İndi bunun qrafikinə gəlin çəkək. Burada sinusun qrafiki koordinat başlanğıcından keçdiyi halda kosinusda nə deyil? Kosinusda deməli bu y, bu x. Bax, belə keçir. Burada 1 olur. Ordinatda. Deməli, bura olacaq pi böl 2. Bura olacaq pi. Bura 3 pi böl 2. Burada neçə olacaq? Deməli, 2 pi. Bax, görürsən, bunun sıfırları haradır? Görürsən, pi böl 2, 3 pi böl 2 bunun sıfırlarıdır. Bu hissədə